Quba xanlığından davam edirik. Quba xanlığı deyək ki, 1747-ci ildə yaranmış xanlıqlardan biri olacaqdır və 1810-cu ildə fəaliyyətini dayandıracaqdır. Ruslar tərəfindən işğalını ləğv ediləcəkdir. Deyirik ki, 1-ci Hüseynəli xanlarını çəkirik. 1726-cı ildə Hüseynəli bəy idi həmin vaxtda. Ruslar Hüseynəli bəyi Quba bəyi təyin etmişlər və təbii ki, özlərindən asılı halda olmaq şərti ilə. Amma biz burada deyə bilməliyik ki, Quba xanlığı 1726-cı ildə yaranmışdır. Sadəcə cümlə olaraq keçir ki, Hüseynəli bəyi Ruslar 1726-cı ildə Quba bəyi kimi təyin etmişlər və onu Quba bəyi kimi tanımışlar. Bundan sonra 1747-ci ildə Nadir öldükdən sonra Qubanın xanlığı elan edir digər xanlıqlar kimi və bunların Quba xanlığı yaranmış olacaqdır. Mərkəzi əvvəl Xudat, daha sonra isə Quba şəhəri olacaqdır deyirik. Və daha sonra mühüm strateji ərazidə yerləşdiyi üçün bu Bakını və digər Şaman xanlıqlarının ələ keçirilməsi üçün mühüm yerdə yerləşdiyi üçün əvvəl Salyan ərazisini 1757-ci ildə ələ keçirir. Hüseynəli xanın dövründə çox elə hadisə yoxdur. Bir dənə nə var? Deyək ki, 1757-ci ildə Salyanı ələ keçirmişdi, yadımıza saxlayaq. Bir də ki, 1755-ci ildə Şəki xanı, Hacı Çələbi xan Şirvana hücum edəndə Hüseynəli xan Şaman xanını, daha doğrusu Şaman xanına kömək etmişdi. Baxın, o var. Onu yadımıza saxlayaq. Şəki xanlığında onun yazılmışdı, burada da qeyd edirəm. Daha sonra Fətəli xan hakimiyyəti dövründə 1758-89-cu illərdə hakimiyyətdə olmuşdur. Ümumiyyətlə deyirik ki, Quba xanlığı mühüm ticarət yollarının üzərində yerləşirdi və həmçinin Quba xanlığının yerləşdiyi fiziki coğrafi mövqeyi dağlıq ərazidə yerləşdiyi üçün təbii qalaların olması, təbii dağlıqların olması, təbii müdafiə tikililərinin, müdafiə formalarının olması Qubanın digər ərazilərdən, digər hücumlu, xarici hücumlardan qoruyurdu. Və bunun üçün də Qubanı asan formada işğal etmək mümkün olmurdu. Və buna görə də Quba tez bir formada güclü bir dövlətlərdən, bu dövrdə xanlıqlarından birinə çevriləcəkdir. Deyək ki, Fətəli xan vergi islahatı keçirmişdi. Əvvəl vergilərin mahal naibləri yığırdı. O, vergilərin mahal naiblərinin yığılmasını qadağan etdi. Vergilər bundan sonra kərtqulalar yığılacaqdır və kərtqulalar özləri vergiləri xəzinəyə təhvil verməlidir. Bir də burada mükəlləfiyyət məsələsi var. Mükəlləfiyyətləri də deyək ki, xan yasavulları özləri mükəlləfiyyətləri yığıb, özləri xan xəzinəsinə təhvil verməlidir. Vergi islahatından sonra köçürmə siyasətində deyək ki, köçürmə siyasətinə əsasən əhalinin sayını artırmaq istəyir. Məsələn, Ərdəbildən, Gilandan, Muğamdan əhalinin köçüb Şərqan istiqamətini ərazidə yerləşdirmişdi, əhalinin sayını artırmaq üçün. Daha sonra sərhədləri gücləndirmək üçün şahsevən tayfaları mühüm yerlərə buradan şahsevən tayfaları köçürmüşdü, xanlığın ərazisində məskunlaşdırmışdı. Özünə dəyər yaratmaq üçün, sosial dəyər yaratmaq, əhalinin sayını artırmaq üçün də Şamaxıda müəyyən əhaliləri burada köçürüb Şamaxıda məskunlaşdırmışdı. Yəni, ümumiyyətlə, köçürmə siyasət deyəndə deyək ki, əhalinin sayını artırmaq üçün, özünə sosial dəyər yaratmaq üçün, bir də sərhədləri möhkəmləndirmək üçün əhalini köçürmüşdür. Bir də nəyi yadımıza saxlamayıb bilərik, yadımızdan çıxa bilər. Məsələn, konkret sual üçün soruşula bilməz ki, hansı ərazidən, məsələn, əhalinin sayını artırmaq üçün hansı ərazidən bura əhalini köçürmüşlər və yaxud da hara köçürmüşlər, belə yox. Sadəcə burada deyək ki, sərhədləri möhkəmləndirmək üçün şahsevən tayfaları köçürmüşlər, bunu yadımıza saxlayaq. Deyək ki, Fətəli xan Azərbaycanın birləşmə siyasəti yürüdürdü. Bunun birləşmə siyasətinin birinci mərhələsi, bir də ikinci mərhələsi olacaq. Birinci mərhələsində Dərbəndi 1759-da tutacaqdır. İkinci mərhələsində isə birinci mərhələsində isə Bakını tutacaqdır. Yəni, birinci mərhələsində bir Dərbəndi tutdu 1759-da, iki də Bakını tutdu 1767-ci ildə. Dərbənd əhalisi deyir ki, Məhəmməd xana qarşı Dərbənd xan olan Məhəmməd xan çox ağır zülmkar idi, çox vergi alırdı əhalinin. Əhali də həmin vaxt Fətəli xana müraciət edir. Fətəli xan 1759-cu ildə Dərbəndi özünün asılı salırdı. Daha sonra bura Tuti Bükəni bura Dərbənd hakimi təyin etmişdi. Deyək ki, Bakını 1767-ci ildə Nicət diplomatiyasından istifadə edərək Bakı xanlığında tabi etmişdi özünə. Bura qədər ümumləşdirsək, birinci Salyan dedik tutmaqları, 1757-dir Salyan. Bu, Fətəli xana aid etmir. Deyək ki, Salyan Hüseynəli xan dövrüdür. Fətəli xan birləşdirilmə siyasəti apardı. Birinci mərhələdə Dərbəndi tutdu və Bakını tutdu. Dərbəndi 1759-da, Bakını isə 1767-də tutacaq. İkinci mərhələyə başlayacaq da Şamaxının birləşdirilməsinə. Şamaxı əhəmiyyəti var idi Şamaxının, burada qeyd etmişik. Şamaxının əhəmiyyəti nə olacaqdır? Şamaxı Şirvanşahlar dövlətinin paytaxtıdır və mərkəz yerdə yerləşdiyi üçün Fətəli xan Şamaxını tutaraq buranın paytaxta çevrilmək istəyirdi və daha sonra rahat şəkildə bütün Cənubi Azərbaycanda özünə tabi etmək üçün. Həm Şimali Azərbaycanda mühüm yerlər, belə deyək də, Gəncəyə gedən yol Şamaxıdan keçirdi,
və yaxud da belə deyək də, həm də ki, cənuba gedən, Təbrizə gedən yolda Şamaxıdan keçdiyi üçün, mərkəz rol oynadığı üçün Şamaxını tutmaq istədi. Deyir ki, əvvəl Şamaxı xanlığı Qubalı Fətəli xan Dağıstan hakimlərinin Şamaxı hücumunun qarşısını aldı. Buna görə də Şamaxı xan buna xərac verdi. Şamaxı xan bu xəracı dayandırır və 1765-ci ildə də bunun arasında mübarizə başlayır. Fətəli xan əvvəl sülh yolundan Şamaxı xanın özünə tabe etmək istəyirdi və bu anda Qubalı Fətəli xanla Şəkili Hüseyin xan Şamaxı uğrunda bunların belə deyək də mövqeləri toqquşdu burada. Hansı ki, hər ikisi də Şamaxı xanlığını işğal etmək istəyirdi. Və deyir ki, 1767-ci ildə Şamaxı xanlığı bunların ikisi arasında bölüşdürülür. Orada demişdik, daha sonra Qubalı xanlığına, Şəki xanlığına Şamaxı üstündən yenə mübahisə düşür. 68-69-cu ildə, nəhayət 68-ci ildə deyir ki, tam şəkildə Şamaxını Quba xan Fətəli xan özünə birləşdirir. Hətta daha sonra 1769-cu ildə Şamaxıdan ən çəksin deyə Şəki xanla Quba xan arasında müqavilə də vardı. Şəki xanla keçəndə qeyd etmişdik. Şamaxı xan 1768-ci ildə tutandan sonra Cavad ərazisi var, Kür və Araz çayları arasında həmin ərazində özünə tabe etmiş oldu. Deməli, Şamaxı xanlığının tutulması konkret 1768 götürür. Əgər desək ki, Şamaxı xanlığı Quba xanı və Şəki xan arasında neçənci ildə bölüşdürüldü? Deyərik ki, 1767-də bölüşdürüldü, yadımıza saxlayaq. Daha sonra Şamaxı xanlığını tutur və bunun Qubalı Fətəli xana qarşı ittifaq yaranacaqdır. Bu ittifaqa əsasən deyərik ki, 2-ci İraqli, Qarabağ və Şəki xanlıqları başçılıq edirdi. Həmçinin Dağıstan hakimləri, Şamaxının keçmiş hakimi də bu ittifaqda vardı. Amma əsas məsələ nədir? Burada yadımızda saxlayırıq. Bu ittifaqa, Qubalı Fətəli xana qarşı yaradılmış ittifaqda olan xanlıqlardan Qarabağ xanlığı və Şəki xanlığı var idi. Cəlçan döyüşü olur ara tərəflər arasında. Cəlçan döyüşündə Fətəli xan məğlub olur, Salyan doğru geri çəkilir və birləşmiş qoşun Dərbənd üzərinə hücuma keçir. Və Dərbəndi hansı ki, Tutubikə mühafizə edir. Daha sonra Quba xanlığı Rusiyadan kömək istəyir. Rusiya bunlara kömək edir və ən son nəticədə müttəfiqləri məğlub edirlər. Amma Cəlçan döyüşünün nəticəsi olaraq desək, nə olmuş nəticəsində deyirik ki, müttəfiqlər qalib gəlmişdir. Qubalı Fətəli xan məğlub olacaq. Bundan sonra deyək ki, Qarabağa 1781-ci ildə hücum etmişdi Qubalı Fətəli xan, lakin uğursuz olmuşdu. Baxın, Şəkili Hacı Çələbi də hücum etmişdi Qarabağa, uğursuz olmuşdu. Qubalı Fətəli xan da hücum etdi, uğursuz oldu. Yadımıza saxlayıb, Bayat Savaşı'ndan deyirəm, Bayat Savaşı 1748-ci ildə Hacı Çələbi uğursuz olmuşdu. Qarabağa hücum edən Qubalı Fətəli xan da uğursuz oldu. Ərdəbil meşqinə, Azərbaycan cənubuna hücum edib. Ərdəbildə meşqini tutsa da 1784-cü ildə deyir ki, Rusiyanın Cənubi Qafqazda Azərbaycan xanlıqlarının və Dağıstan hakimlərinin qəti etiraz edirlər və Quba xanı Fətəli xan geri qayıtmaq məcburiyyətinə qalır. Cənubi Azərbaycanda möhkəmələr bilmir. 1785-ci ildə isə Şəki və Lənkəran xanlıqlarının özündən asılanmaq bacarır. Deməli, ümumiləşdirsək, birinci mərhələdə Dərbəndi, Bakını tutdu. Birinci mərhələdə, baxın, birinci mərhələ deyirik, 1759-67-də. İkinci mərhələdə Şamaxını tutur, 1768-ci ildə. Şamaxını tutmaqla Cavad ərazisini də tutmuş olur, 1768-ci ildə. Daha sonra, 1785-ci ildə Şəkili və Lənkəranı da özünün asılı salır. 1789-cu ildə Quba xan Fətəli xan ölür. Bundan sonra tabe etdiyi xanlıqlar bir-bir onun tərkibindən çıxmış olur. Bundan sonra Quba xanlığı zəifləməyə də başlayır. Əhməd və Şeyxali xanın dövrlərində 1797-ci ildə Qacarla dost olacaqlar. Daha sonra Rusiya 1806-cı ildə Quba xanlığını işğal edəcək. Burada əyalət şurası yaradılacaqdır müvəqqəti. 1810-cu ildə Rusiya qarşı üsyan başlanır və bu üsyandan sonra üsyan yatırılır. Bunu 1-ci Rus-Qazan müharibəsi dövründə bu hissəyə toxunuruq yenə və 1810-cu ildə Quba xanlığı ləğv edilir. Şamaxı xanlığından danışsaq 1747-1820-ci illərdə yaradılan xanlıqlardan biridir. 1734-cü ildə Şamaxı xanlığı Nadir xan tutanda yadımızda burada Ağsunu Şamaxı xan dağıtmışdır və həsinin bir hissəsini Ağsuya köçürmüşdür və burada bir növ iki hakimiyyətdə yaranmışdır deyə bilərik. Biz burada nəyə fikir verməliyik? Deyirik ki, Azərbaycanda iki hakimiyyətdə olan xanlıqlardan bir Şamaxı xanlığını deyirik, bir də Gəncə xanlığını deyirik. Gəncənin keçəndə qeyd edəcəm. Şamaxı xanlığını deyirik ki, iki hakimiyyətdə 1763-cü ilə qədər qaldı. Orada xanların adını öyrənməyə ehtiyac yoxdur. Xanların adlarını öyrənməyə ehtiyac yoxdur. Amma yadımızda saxlayırıq ki, burada Sərkarlar sülaləsi ən son 1763-cü ildə qalib gəlir və Şamaxını
vahid şəkildə birləşdirib özünə tabe etmiş olacaq. 1767-68-ci ildə Şamaxı deyilir ki, Quba və Şəki arasında mübarizə meydanına çevrilir. Ən sonunda 1768-ci ildə isə Şamaxı Qubadan asılığa düşmüş olur. Və 1789-cu ildə Quba xanı Fətəli xan öldükdən sonra Şamaxı da Qubanın tərkibindən çıxır. Və 1789-92-ci ildə hakimiyyət uğrunda mübarizə başlayır Şamaxıda. Mustafa xan hakimiyyəti ələ alır. Mustafa xan dövründə Şamaxı ən güclü dövrlərindən birini yaşayacaqdır. Şamaxı deyir ki, güclü bir xanlıqlarından birinə çevriləcəkdir. Daha sonra Qacarlarla mübarizə aparacaqdır. Qacarlara qarşı mübarizə də aparacaqdır. Daha sonra Qacarların hakimiyyətini qəbul edəcəkdir. 1805-ci ildə Kürəkçay müqaviləsinin oxşar müqavilə ilə Rusiyanın himayəsinə keçir. 1820-ci ildə isə Rusiya tərəfindən ləğv edilir və əyalətə çevrilir, komendant idarə etmə sistemi yaranmış olacaq. Deməli, Qarabağ xanlığına davam edirik. Qarabağ xanlığı 1748-1822-ci illərdə mövzu olacaq. Qarabağ bəylərbəyliyi deyir ki, mövzu var idi Səfəvilər dövründə. Bunun yerində yaranmış iki xanlıqdan biridir. Digəri də Gəncə xanlığı olacaq. Deyir ki, Qarabağ bəylərbəyliyi vaxtilə Nadirin şah seçməsinə qarşı çıxırdılar və bunları yaradan Pənahəli xan və ailəsinə birlikdə Xorasana köç edir, Xorasana sürgün edilirlər və eyni zamanda deyir ki, Qarabağ bəylərbəyliyini ümumiyyətlə həmin ərazini nadir cəzalandırmaq üçün nə edirdi? Borçalı Qazaxı Şəmşəd ilə ayırırdı, Qarabağ bəylərbəyliyinə verirdi, Gürcü, Sarkart, Qaxetiyə, həmçinin oradan mənşləri müstəqillik verirdi. Burada deyir ki, 32-ləridir, Kəbirli idi, Cavanşirdi, bunların hamısı birlikdə sürgün etmişdi, hansı ki, Xorasana, Əfqanistanla olan ərazilərə. Və Nadir öləndən sonra Pənahəli də oradan geri qayıtdı. 1748-63-cü illərdə 1748-ci ildə Pənahəli xan Qarabağ xanlığı yaratdı və 63-cü ilə qədər Pənahəli xan idarə edəcəkdir. Deyək ki, Pənahəli xanın ilk sınavı Bayat savaşı oldu 1748-ci ildə. Hansı ki, Hacı Çələbi və Şəmal xanı birlikdə Qarabağa hücum edirlər 1748-ci ildə. Amma Pənahəli xan burada onları məğlub edir və Hacı Çələbi xan geri qayıdır. Bundan sonra Pənahəli xan Gəncəni, İrəvanı, Naxçıvanı, Ərdəbil və Zəngəzuru özünə tabe edir. Ümumiyyətlə necə yadınızda saxlayın? Baxın, Qarabağa ümumiyyətlə xəritəni bilək, xəritəni atacam dərsdə, qruplara atacam xəritəni. Qarabağın yanında Gəncə var, İrəvan, Naxçıvan var və bunları müəyyən dövrlərin çox hissəsini İbrahim Xəlil də bu ərazilər tabe edir, Pənahəli xan da. Çünki yaxın olan ərazilərdir, yaxında yerləşdiyi üçün. Deyir ki, Gəncəni, İrəvanı, Naxçıvanı və eyni zamanda Ərdəbili özünə tabe etmişdi, Zəngəzuru birləşdirmişdi Qarabağa. Bundan sonra deyərik ki, bu Bayat qalasına dişdirəcəkdir və dövləti, yəni xanlığı möhkəmləndirmək üçün tədbirlər gördü. Hansı tədbirlər gördü? Deyək ki, mənşlərə qarşı mübarizə apardı, eyni zamanda hansı ki, Nadirin vaxtilə qovub çıxartdı, Qarabağda yaşayan məşhur tayfaları bura geri qaytardı. Hansı ki, onlar Mərkəzi Asiyaya göndərmişdi, Nadir onları Xorasanı sürgün etdirmişdi. Onlar geri qaytardı. Burada Bayat qalasını 1748-ci ildə dişdirir, Şahbulaq qalasını dişdirir 1751-ci ildə və daha sonra isə Şuşa qalasını 1752-57-ci illərdə dişdirmiş olacaqdır. Bunları da illərindən deyə bilərik. Deyir ki, Qarabağ xanlığının mənşlərə qarşı mübarizə aparılmışdı. Şəki xanlığını keçən demişdim ki, Şəki xanlığı sultanlıqlarla münasibətləri olmuşdu, sultanlıqları asıla salmışdı, onlara qarşı mübarizə aparmışdı. Qarabağ xanlığı isə mənşlərə qarşı mübarizə aparmış olacaq. Deyir ki, ilk Qarabağ xanlığına birləşdirən mənşlik Vərəndəməli idi. Amma daha sonra deyir ki, Balqaya döyüşündə Xaçın Məlikliyi məğlub edilir və Qarabağ xanlığına birləşdirilir. Sizə mənşliklərin konkretini sırayla hamısını əzbər soruşmaq deyirlər, əzbərləmək ehtiyac yoxdur. Amma deyək ki, Pənahəli xan dövründə ilk birləşdirən mənşlik Vərəndə idi, Balqaya döyüşündə birləşdirən mənşlik isə Xaçın Məlikliyi idi. İl olaraq Balqaya döyüşünün ili yoxdur, amma il olaraq il axtarmaq istəsək, deyərik ki, 1748-63 arasında hansısa bir dövrə təsadüf edir, amma ili yoxdur. Daha sonra deyir ki, 1757-ci ildə Pənahəli xan, Məhəmməd Həsən xan Qarabağa hücum edəndə Pənahəli xan Məhəmməd Həsənə qalib gəlir və onu qovub çıxarmış olur. Həmçinin Məhəmməd Həsən xan həmin vaxtda geri çəkilməsinin səbəblərindən biri də Kərim xanın Astrabada hücum edir. Amma bu döyüşdə Xatın arxa döyüşündə deyir ki, Qarabağ xanlığı qalib gəlmişdir, qalib kimi götürülür. Daha sonra 1759-cu ildə Urmiya xanlığına hücumu edir, Urmiya xanı Fətəli xan Abşerovura və Qarabağ Urmiyadan asılı hala düşür 1763-cü ilə qədər. 1763-cü ildə Qarabağ xan, Pənahəli xan, Kərim xan Zəndlə birləşir və hətta orada Şiraz qonaqlığında iştirak edir. Orada Şiraz qonaqlığında əsir qalır və bura İbrahim Xəlil xan gələcəkdir. Amma deyilir ki,
İbrahim Pənahəli xan Şiraza gedəndə bura Mehrəli bəyi hakimiyyətdə qoymuşdu. Mehrəli bəyi tapşırmışdı hakimiyyət. İbrahim Xan dövründə 1763-1806-cı illərdə o da atası kimi mənşilərə qarşı mübarizə aparmışdı. Azərbaycanı birləşdirmə siyasəti aparmışdı. Azərbaycanı birləşdirmək istəyirdi deyək. Və Avar, Gürcü, Şəki xanlıqlarına qohumluq münasibəti yaratdı. Təbrizi, Qaradağı, Naxçıvanı, Gəncəni özündən asılı azalmışdı. Daha sonra 1780-cı ildə deyir ki, Gəncəni kimlə bölüşdürürdü. İkinci hiyarxıyla belə də Gəncəni bölüşdürürlər. 1783-cü ildə Gəncədə iki hakimiyyətlik dövrü olurdu. Gəncədə var, Gəncə xanlığında. Gəncənin bir hissəsini ikinci Ürəkli, bir hissəsi isə İbrahim Xəlil idarə edəcəkdir. 1781-ci ildə Quba xanı bura hücum edəndə Quba xanı məğlub edir və yaxud da Quba xanı burada məğlub olur və geri qayıdır. Quba Fətəli xan və Qarabağı qorumağı başarmışdır. 1805-ci ildə deyək ki, İbrahim Xəlil xan Kürəkçay müqaviləsinə Rusiyanın tabeyinə keçir. 1806-da bu özü zəhərlənib öldürüləcək. Daha sonra Azərbaycan xanlarının hamısı Rusiyaya qarşı gələcəklər. Və 1822-ci ildə isə Qarabağ xanlığı ləğv edilərək komandant idarə etmək üsulu İrəvan və Naxçıvan xanlığından davam edəcək. İrəvan Naxçıvan xanlığı Çukur Sədbəylər bəyliyində yaranmışdı. Səfərlər dövlətindən Çukur Sədbəylər bəyliyi mövzulanmışdı bilirik. Və deyək ki, Mehmet xan Əfşar, yəni Əfşar sonrası tərəfindən yaradılmışdı. Yadımıza saxlayırıq ki, Əfşarlar tərəfindən Cənubi Azərbaycanda da xanlıqlarımız vardı. Urmiya idi, Təbriz idi və Zəncən xanlığı idi. Bir də İrəvan xanlığı şimalda demişdik ki, Əfşarlar tərəfindən yaradılmışdı. Deyək ki, 1747-1828-ci illərdə mövzulanmışdı. Bunların misqara pulları var idi. Bunlar müəyyən müddət asılı hala düşmüşdülər xanlıqlardan. Xüsusilə Urmiya xanlığından asılı hala düşmüşdülər. Deyirik, Qarabağ xanlığından asılı hala düşmüşdülər. Yadımıza saxlayırıq. Deyək ki, 1755-ci ildə burada saray çevrilişi baş verir. Əfşarlar gedirlər və Qacarlar burada hakimiyyətə gəlirlər. Gürcü çarının tez-tez bura basqınları olacaq. 1765-69-cu ildə Gürcü çayı İraqlı bura basqın edir və İrəvan xan həmin dövrdə bunlara baz verirdi. Amma daha sonra Kərim xan Zənd deyir ki, baz verməyin və İrəvan xan da baz verməyi dayandırmış olur. İkinci İraqlı 1779-cu ildə yenidən bura hücum edir. Xüsusilə Kərim xan Zənd öldükdən sonra bura hücum edir və deyir ki, şüələ verir və bir isə əraziləri işğal edir, 2500 ailəni isə əsir apardı. Və İrəvan xanı Gürcü çarına deyir ki, ailələri geri qaytarmalısınız və burada da Osmanlıya arxalanırdı. 1783-cü ildə deyir ki, Rusiya Gürcüləri himayəyə götürür və bundan sonra Gürcülər İrəvanı işğal etmək üçün fəallaşır və bu zaman İrəvan xanları isə Osmanlı dövlətinə yaxınlaşacaq və Osmanlı dövlətinə yaxınlaşması Osmanlıların icazə vermir ki, Gürcülər İrəvan və Naxçıvanı dövrdə işğal etsinlər. Naxçıvan xanlığından danışaraq, deyək ki, 1747-1828-ci illərdə mövzu olmuşdur. Kəngəlilər tərəfindən yaradılmışdır, Heydərqulu xan yaratmışdır. Bu xanlığın iki dövrü olacaq, 1747-97 müstəqillik və yarımasıdıq dövrü və 1797-1827 Qacarlardan asılılıq dövrü olacaqdır. İrəvan və Naxçıvan xanlıqlarının biz bir hissəsinə Rus-Qacar müharibələri dövründə keçirik, narahat olmayın. Qızılqaya xəyanətində iştirak etmişlər 1752-də, Şiraz qonaqlarında 1763-cü ildə iştirak etmişlər deyirik. Ümumiyyətlə, deyirik ki, Qarabağ, Qaradağ, Naxçıvan həm Şiraz qonaqlığında, həm də ki, Qızılqaya xəyanətində iştirak etmişlər. 18-ci əsrin 80-cı illərində, yəni 1780-cı illərdə burada hakimiyyət uğrunda mübarizə başlayacaq. Hakimiyyət uğrunda mübarizə iki dənə xanlıqda deyirik. Bir bu xanlıqda, Naxçıvan xanlığında 1780-cı illərdə, bir də ki, Şaman xanlığında 1789-92-ci illərdə. Orada isə Mustafa xanın hakimiyyəti gəlir. İkinci İraqlı deyirik ki, Naxçıvan və İrəvanı işğal etmək istəyirdi, amma Osmanlı buna icazə vermir. Bunu yadımıza saxlayaq. Daha sonra 1797-ci ildə Qacarlardan asılı hala düşəcək Naxçıvan xanlığı və 1827-ci ilə qədər Naxçıvan xanlığı Qacarlardan asılı halda olacaq. Ruslar 1827-ci ildə Naxçıvan xanlığında İrəvanla tuturlar. 1828-ci ildə bu xanlıqları ləğv edirlər. Burada erməni idarəçiləri yaratmış olacaqlar.